Salam əziz abituriyentlər. Bu videoda mən sizlər üçün hədəf nəşrləri biologiya test toplusundan biokimiya bölməsindən 76-cı sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, fotosintez prosesində istifadə olunan suyun kütləsi 216 qram olmuşdur. Atmosferdən udulan karbon qazının kütləsi atmosferə xaric olunan oksigenin kütləsindən neçə qram çox olmuşdur? Əvvəlcə fotosintez prosesinin təlimini yazaq. Demək, 6 mol karbon qazı, üstə gəlik 6 mol su, ışıq düşür, alınır. Karbon 6, H12, O6 və 6 mol oksigen alınır. Demək, bu zaman istifadə olunan suyun kütləsi 6 vuraq 18, yəni 108 qrama bərabər olur. Karbon qazının kütləsi 6 vuraq 44, yəni 264 qrama bərabər olur. Oksigenin kütləsi isə 192 qrama bərabər olur. Demək, daxil olan karbon qazının oksigendən nə qədər çox olduğunu tapırıq. Xaric olunan oksigendən nə qədər çox olduğunu tapmalıyıq. 264-dən çıxırıq 192, bu olur 72 qram. İndi baxırıq, suyun kütləsi 108 qram olduğu zaman karbon qazı ilə oksigen arasındakı fərq 72 qrama bərabər olur. Suyun kütləsi 216 olarsa, karbon qazı ilə oksigen arasındakı fərq neçə qram ola bilər? X da bərabərdir. 216 vuraq 72 bölək 108. Bu da olur 144. Yəni, doğru cavabımız olur B variantı.